Salam, hər vaxtınız xeyir. Gülnaz xanım və təlim iştirakçıları, hər biriniz xoş gəlmisiniz. Mən Babayeva Xədicə Education platformunun rəhbəriyəm. Bu gün sizlərlə birlikdə insan resurslarında seçim strategiyaları və namizəd qiymətləndirilməsi mövzusunda müzakirələr edəcəyik. Doğru namizədi seçmək güclü komandaların əsasını qoymaq deməkdir. Təlimçimiz Gülnaz Tağzadədir. Zəhmət olmasa təlimçimiz danışarkən mikrofonları bağlı saxlayın. Təlimçimiz sonunda hər birinizin sualını cavablayacaq. Sözü çox uzatmadan verirəm Gülnaz xanıma. Buyurun Gülnaz xanım. Salam, hər vaxtınız xeyir olsun hər birinizin. Ümid edirəm ki, işləriniz qaydasındadır və ümid edirəm ki, az da olsa sizə faydam dəymiş olacaq. İlk öncə özümü tanıdım. Mən Gülnaz Tağzadə. Hal-hazırda Bakı City Hospitalda insan resursları üzrə mütəxəssis vəzifəsində çalışıram. Əslində bu ixtisasa gəlməyim fərqli olub biraz. Əvvəlki ixtisasım filologiya olub, Azərbaycan dili ədəbiyyat müəllimliyi. Daha sonra isə magistrda insan resursları MBA təhsili alaraq bu sahəyə keçid etmişəm. Az da olsa sizləri də tanımaq istəyərəm. Qısa şəkildə özünüz haqqında mənə məlumat versəz, çox xoş olar mənim üçün. Görüntü açmağa ehtiyac yoxdur. Sadəcə səsi açıb və yaxud chat bölməsində yazılı olaraq özünüz haqqında qısa məlumat versəz daha yaxşı olar. Auditoriyanı da tanımış olarıq. Ona əsasən təlimimiz davam etsin. Buyurun, kim başlamaq istəsə səsi açıb danışa bilər və yaxud yaza da bilər. Salam. Mən Salam. Nəzrin Bağırova, Azərbaycan Dövlət Pedaqoji Universitetində 3-cü kurs ingilis dili müəllimliyi üzrə təhsil alıram. Və bu təlimə qoşulanda, bu qrupa qoşulanda, yəni əmin oldum ki, ümid elədim ki, uğurlarım bol olacaq. Yəni ilk addımı sizinlə başlamaq mənim üçün çox böyük bir şərəf idi, xoş idi. Çox həvəsliyəm buna görə də. İnşallah uğurlarınız bol olsun, davamlı olsun İnşallah, hər çox zaman. sağ olun. Uğurlar sizə. Çox sağ olun. Başqa Aygün xanım, Aytaç xanım, Gülay xanım, Lalə xanım, bəylərimiz də var. Danışmaq istəsəz qısa şəkildə sizi dinləyək. Bunu hər dəfə təlimlərimdə eləyirəm, çünki mənə görə tək mənim danışmağım kifayət deyil. Sizlə qarşılıqlı şəkildə sual-cavab əsasında eyni zamanda ilk üçün bir-birimizi tanıyaraq başlamamız daha faydalıdır deyə düşünürəm. Yəni tək mən tərəfdən olmasın. Salam. Salam. Salam, mən Əzizadə Ruqiyə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsiyəm. Filologiya fakültəsi ingilis dili müəllimliyi üzrə təhsil alıram və sizinlə bu təlimdə iştirak etməkdən böyük qürur hissi duyuram. Çox sağ olun. Çox sağ olun Rüqəyə xanım, sizə də uğurlar, bol şans. Çox sağ olun. 7-ci sinifdə oxuyan bir şagirdimiz də var, maşallah. Amma inanmıram sizə çox da nəsə qata bilim. Çünki hələ 7-ci sinif məncə iş müsahibələri üçün çox erkəndir deyə düşünürəm. Yenə də dinləyib öz yolunuzu seçmək məncə sizin üçün də az-çox faydalı olar, ümid eləyirəm. Aha. O zaman bəli. Olar. Salam. Salam. Mən Yüzbaşova Lalə Məmməd qızı. Müəllimiyəm. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Artıq 26 illik stajım var. Sadəcə maraqlı oldu. Görüm nə öyrənə bilərəm əlavə. Maraqlı gəldi, ilə qoşuldum. Əla. Lalə xanım, Bakı Dövlətdə müəllimsiniz ya məktəbdə? Yox, qurtarmışam, bitirmişəm oranı. İndi hal-hazırda Göyçədə işləyirəm. Əla, uğurlar. O zaman başlayaq. Deməli, hər kəsdən o çox eşitdiyimiz, mən iş müsahibəsinə getdim, müsahibədə mən götürmədilər, çox yaxşı danışdım, özümü çox yaxşı təqdim elədim, amma məni işə qəbul eləmədilər. Çox eşidirik bunu ətrafımızdan. Bəzi insanlar bizi HR-ları belə deyim, pisləyir ki, HR məni qəsdən götürmədi, qəsdən kəsdi. Bəziləri də deyir, hə, yəqin öz tanışı var idi, onu götürdü. Yəni bu hər dəfəsində insan resurslarının kənardakıların gördüyü bir prosesdir. Amma onun daxilini, yəni arxa fonda baş verənləri çox adam
anlayırıq əslində nəyə görə anlamırlar, başa düşmürlər. Yəni öz tərəflərindən buna bir reaksiya bildirirlər. Əslində iş axtaran şəxslər də buna görə başa düşmək lazımdır. Amma əslində heç də, yəni kənardan göründüyü kimi deyil. Məsələn, ilk olaraq biz namizəd seçimi üçün bir elan yaradırıq, bir vakansiya yaradırıq. Biz araşdırırıq, bizə necə bir işçi lazımdır. Burada tək yəni işçini yox, özümüzü də düşünməliyik. Çünki bizim də müəssisəmizə uyğun bir əməkdaş axtarmalıyıq. Komanda ilə yola gedə bilən olsun. Bəzən bu da əslində dəyişir şirkətlərə görə. Məsələn, bəzi şirkətlər var ki, deyir ki, mənim əməkdaşlarım çox danışan olmasın, çox sakit olsun, hərə başını salıb öz işini görsün. Bəziləri də deyir ki, yox, mənim komandam çox canlı olsun, çox əyləncəli olsun, danışsınlar, gülsünlər. Maraqlı bir komanda istəyir. Yəni bu əslində müəssisədən müəssisəyə dəyişən bir prosesdir. Eyni zamanda müəssisənin rəhbərlərindən də çox şey asılıdır. Yəni qərar verən tək HR olmadığı üçün HR-ları da boş yerə onlarla danışırlar ki, yoxdur, bu qəsdən götürmür biz. Əslində HR-lıq da bir şey deyil bu. Bizim üst rəhbərlərimizdən və yaxud şirkət müəssisəsindən, müəssisənin rəhbərindən bizə gəlir ki, belə bir əməkdaş olsun, yəni hansı tələblərə cavab verməsini o artıq bizə bildirir. Təbii ki, normalda ilk olaraq bizim önəm verdiyimiz iş təcrübəsi olur, təhsili olur, daha sonra sosial fəaliyyətləri olur, komandaya adaptasiya qabiliyyəti olur. Bunlara önəm verdikdən sonra həmin işçinin bizə uyğun olub-olmadığını artıq anlamış oluruq. İlk olaraq biz vakansiya tələblərini yazırıq, özümüz də qeyd edirik, uyğun vakansiya tələblərini çıxardırıq. Ümumi komandamıza uyğun olaraq, iş prosesinə uyğun olaraq bəzən elə olur ki, iş tutaq ki, təcrübəyə gətirirəm sözümü. Bəzən deyirlər ki, təcrübəm yoxdur, məni işə götürmürlər. Azərbaycanın ən qlobal problemi budur məncə iş axtarma prosesi zamanı. Məsələn, mənim özümdə də olub bu. Dəfələrlə müraciət etdiyim yerdən iş təcrübəniz yoxdur deyə geri dönüş almamışam, yəni hər birimiz kimi. Bunun əsas səbəbi də nə ola bilər? Elə müəssisə var, elə daha doğrusu ştat var ki, yer var, vəzifə var ki, məsələn, deyirik, ora artıq ehtiyac deyil bizim hər hansısa bir təcrübə. Məsələn, deyir ki, rəhbər, gəlsin, yaxşı bir əməkdaş gəlsin, mən özüm onu öyrədəcəm işimi. Biz bunu nəyə görə eləyirik? Götürürük, öz şirkətimizin qayda-qanunlarına, öz iş prosesimizi necə apardığımızı həmin şəxsə ötürüb, həmin şəxsə bir şans verib, onu öz komandamıza dəvət eləyirik. Bəzən də elə olur ki, vəzifə o qədər təcili olur, bizim artıq işlərimiz çox olur, həmin şəxsi öyrədə bilmədiyimiz üçün artıq biz təcrübəyə önəm vermiş oluruq. Deyirik ki, məsələn, 3 il təcrübəsi olsun, 5 il təcrübəsi olsun. Yəni bizim o qədər vaxtımız olmaya bilər həmin şəxsi öyrətmək üçün. Amma nə xoş olar ki, daha çox vaxtımız olsun və bütün müəssisələr də daha çox önəm versin təcrübəsi olmayan işçilərə. Əslində bir çox şirkətlərdə artıq bu tendensiya davam eləyir. Yəni yaranıb artıq, düzdür, bəzilərində olmasa da, bir çoxunda artıq mən fikir verirəm var ki, təcrübə proqramı ilə də olsa işə qəbul eləyirlər, işə qəbul müddətində öyrədirlər, işi tam olaraq mənimsəyəndən sonra həmin əməkdaşdan artıq yollarını davam eləyirlər bir əməkdaş olaraq. Məsələn, mənim əvvəl işlədiyim şirkətdə, müəssisədə elə idi. Biz daha çox önəm verirdik həm gənclərə faydamız olsun deyə, eyni zamanda həmin gəncləri də öz yolumuzla belə deyim, öyrətmək üçün onlara daha gənc, təcrübəsi olmayan, iş axtarışı prosesində daha çox, yəni təcrübəsinə görə belə deyim, baxırdıq CV-yə. Eləsi var ki, iş təcrübəsi var, eləsi var idi ki, iş təcrübəsi yox idi. Daha çox şans verirdi iş təcrübəsi olmayana. Çünki biz də şans verməsək, digər şirkət də şans verməsə, kim şans verəcək düşüncəsi ilə məsələn işə qəbul eləyirdik. Biz həmin müddət ərzində öyrədirdik. Təbii ki, burada həmin şəxsdən də çox şey asılıdır. Məsələn, elə şəxs var idi ki, biz onu qəbul eləyirdik. Görürdün ki, 2-3 gün sonra heç işlə maraqlanmır, çox laqeyd yanaşır işə. Hətta mən təlimlərimdə də olanlar varsa danışmışam bir neçə dəfə bunu. Bir namizəd gəlmişdi. İlk olaraq namizədlə müsahibə zamanı biz danışdıq. Təhsil cəhətdən, işləri cəhətdən çox yaxşı idi. Amma komandaya adaptasiya cəhətdən hiss edirdi ki, bir nəsə var da, yəni o rahatlığımız yox idi tam olaraq. Yenə də şans vermək istədik. Dedik, şans verək, bəlkə də daha yaxşı olar, bizim mühitə də alışar. Nəysə, biz şans verdik, işə başladı. Birinci gün gəldi, okey. İkinci gün gecikmişdi. Üçüncü gün yenə gecikmişdi. Yenə xəbərdarlığa baxmayaraq hər gün davamlı şəkildə gecikirdi. Sonunda isə xəbər vermədən ümumiyyətlə işə gəlmədi.
böyük ehtimal ki, çıxmağı düşündüyü üçün gəlmir. Səbəb o ola bilər deyə düşünürəm. Mən artıq ona bildirəndə ki, davamlı olaraq gecikirsiniz və artıq xəbər vermədən gəlmək də çox böyük bir problemdir. O zaman bizə geri dönüş etmədi. Sadəcə nömrəmizi sildi, qruplarımızı tərk elədi və çıxıb getdi. Yəni belə şəxslər də var. Ona görə bir çox müəssisələr artıq inanmır da, deyir ki, təcrübəsi azdır, götürməyin və yaxud təcrübə müddətində deyir sizə hər kəsdən mən eşidirəm son zamanlar ki, niyə imtahan eləyirlər təcrübə müddətində, təcrübəyə qəbul edir, amma imtahanla qəbul edir. Əslində bu onların özünə də faydalıdır da. Yəni o məsuliyyəti öz üzərində hiss eləyən, bilik və bacarıqlara uyğun gələn şəxsləri seçmək istəyirlər. Mən bunun heç də əleyhinə deyiləm. Belə heç bir imtahansız qəbul eləyəndə də və yaxud əmək haqqı müəyyən qədər verəndə artıq ona biz daha çox şərait yaradanda, tələbələrə tutaq ki, güzəşt eləyəndə, şərait yaradanda artıq görürük ki, onlar da sui-istifadə eləməyə başlayır. Buna görə bir ixtisari müsahibə zamanı bunların hər birini diqqətlə incələyir. Məsələn, tələbələrə nəyə görə çox zaman deyir ki, iş olmaz, alınmaz bizlə. Nəyə görə tələbə dərsdə olur. Biz tutaq ki, part-time qəbul elədik. Tutaq ki, gəldi saat 3-dən 6-ya qədər. 3-dən 6-ya qədər bu şəxs nə öyrənəcək? Hansı işləri görəcək? Biz ona nə verə biləcəyik? Bu artıq çox müəmmalı bir məsələ olduğu üçün çox vaxt tələbələrə üstünlük vermirlər. Təbii ki, yanlış bir şeydir əslində bu. Tələbələrə mən düşünürəm ki, daha çox önəm verməliyik. Yəni biz verməsək kim verər düşüncəsi ilə. Çünki özüm də tələbə olmuşam bir zamanlar və düşünürəm ki, yaşlı nəsildənsə tələbələr daha çox ön planda olmalıdır artıq iş cəhətdən. Çünki artıq müəyyən qədər iş təcrübəsi olan rahatlıqla iş tapa biləcəyi iş cəhətdən artıq onun müəyyən qədər bilik və bazası var. Amma tələbələr hələ yeni başlayır, hələ həyatının təzə çiçəklənən dövründə olduğu üçün mən düşünürəm ki, onlara şans verib onu daha da yaxşılaşdıra bilərik. Bundan başqa namizəddə üstünlük verdiyimiz soft skill bacarıqlarıdır. Təbii ki, hard skill bacarıqlarına da önəm veririk, işi aparma prosesinə görə. Amma daha çox soft skilllərə önəm veririk. Bayaq da qeyd elədiyim kimi. Bəzən biz deyirik ki, hə, təhsili yaxşıdır, sertifikatları var, kurslara gedib, işini çox yaxşı bacarır, amma komandaya adaptasiyası olmaya bilər. Buna görə də soft skill bacarıqlarına daha çox önəm verilir. Hard skill bacarıqlar, yəni texniki bacarıqlar sonradan əldə oluna bilər. Biz görürük əməkdaş işində zəifdirsə, işini tam bilmirsə, okey, biz onu göndəririk hər hansı bir kursa və yaxud özümüz ona müəssisə daxili təlimlərdə iştirak eləyərək onu nəyisə çatdırmağa, ötürməyə çalışırıq. Amma soft skill bacarıqlar elədir ki, biz insana nə qədər təlimdə keçsək, o soft skill bacarıqları düzəlməyəcək. Bir insan necə varsa elədir, dəyişməz bu. Ona görə soft skillləri daha çox yüksək olan insanlara önəm verirlər. Yəni siz bir müsahibəyə getdiniz. O müsahibədən artıq siz mənfi geri dönüş alırsınızsa, bu demək deyil ki, siz işinizdə çox zəifsiniz və yaxud soft skillləriniz çox aşağıdır. Bəlkə də həmin müəssisəyə siz uyğun deyilsiniz. Həmin müəssisənin axtardığı, məsələn belə deyim, mən bir müsahibəyə getmişdim. Müsahibədən mənim çox mehriban və şən biri olduğuma görə məni kəsmişdilər. Dedilər bizə daha ciddi, daha belə insanlarla ciddi danışan, əsəbi danışan bir adam lazımdır. Ona görə sizlə davam edə bilmərik. Bu əksinə heç vaxt məni üzməyib. Üzən bir şey olmayıb. Çünki mənim xarakterimdir. Artıq mən belə bir insanam deyib gülən, şən, iş mühitində də bunu sevirəm. Amma mən onlara uyğun olmadım. Bu artıq məni incitmir ki, ay mən niyə işə qəbul olmadım, niyə olmadı, mən yaxşı deyiləmmi? Bu tipli düşüncələrə qapılmamaq lazımdır. Dediyim kimi hər şirkətin istəyi fərqli ola bilər. Əgər siz bu şirkət üçün uyğun deyilsinizsə, mütləq ki, başqa bir şirkət sizə, yəni sırf bu xüsusiyyətinizə görə sizi istəyəcək. Ona görə də soft skilllərə önəm vermək daha yaxşıdır. Eyni zamanda baxmalıyıq, komandaya alışa bilirmi, adaptasiyası necədir? Bəzən elə şəxslər olur ki, gəlir biz işə qəbul eləyirik, görürsən ki, artıq komanda ilə danışmaq istəmir, tutaq ki, sakit kənarda qalır, biz deyib gülürük, o kənarda oturur, çox söhbətə qarışmır, məsələn, korporativ görüşlərdə iştirak eləmir. Elə də ola bilər. Bəziləri də var ki, çox şəndir, hər şeyə qatılır. Yəni ona uyğun seçimlər olunur. Çox adam bunları yanlış anlaya bilir. Məsələn, niyə bizi işə götürmədilər kimi düşüncələrlə bizə yəni mənfi reaksiyalar verə bilirlər ki, niyə məsələn götürmürsüz də, nə var ki burada? Amma hər şey müəssisənin daxilində artıq üzə çıxır. Hər şey kənardan görünən o çiçəkli formada deyil də, belə deyim. Müəssisənin daxilində də problemlər olur, konfliktlər olur. Bunları yatırmaq da HR-ın üzərinə düşən vəzifədir. Eyni zamanda rəhbər də buna şərait yaratmamalıdır. Bunun üçün də biz əməkdaşları elə seçməliyik ki, o şərait bizim müəssisədə yaranmasın. Tutaq ki, əgər görürük ki, iki
əməkdaşımız bizim artıq mübahisə eləyirsə və artıq işləri onların birlikdə alınmırsa, biz onların ya şöbələrini dəyişməliyik və yaxud onları artıq ayırmalıyıq, yəni başqa bir şöbələrə göndərməliyik. Bununla düşünürəm ki, daha çox müəssisəmizə də fayda qatmış ola bilərik. Müsahibə zamanı diqqət etdiyimiz digər nüanslar, mən hər zaman bunu vurğulayıram. Geyim ola bilər. Buna həqiqətən önəm verirəm. Geyim deyəndə nə nəzərdə tuturam? Səliqə nəzərdə tuturam. Elə şəxslər var ki, iş görüşməsinə gəlir, amma geyim səliqəli deyil. Məsələn, gəlir, tutaq ki, siz səliqədən əlavə müəssisənin mühitinə də uyğun geyinməlisiniz. Məsələn, tutaq ki, banka müsahibəyə gedirsiniz, yəni dress kodu olan bir banka gedirsiniz və şort geyinib gedirsiniz, nə bilim idman paltarında gedirsiniz. Artıq bu sizin qeyri-peşəkarlığınızı göstərir. Düzdür? Yəni ola bilər siz o mühitə uyğunlaşacaqsınız. Yenə də onların dress koduna uyğun geyinəcəksiniz, amma ilk müsahibədə də o ilk təəssüratı yaratmaq var. Necədir bu? Məsələn, sən önəm verirsən bu işə, bu müsahibəyə önəm verirsən və buna ciddi şəkildə hazırlaşıb gedirsən. Bir əmək sərf eləyirsən, bir efor sərf eləyirsən, öz üzərində işləyirsən və bu işi istədiyini göstərirsən sən. Yəni göstərirsən ki, mən bu işi istəyirəm. Bax, sizə uyğun geyinmişəm, sizə uyğunam. Tək geyimlə əlaqəli deyil, hər cəhətdən belə olmalıdır. Yəni biri var, mən vecsiz kimi istədiyim kimi geyinim, gedim, əşi olar olmaz, gedirəm də müsahibədir. O təəssüratı yaratmamaq lazımdır qarşımızdakı HR-da. Ona görə də çalışıb müəssisənin dress kodunu, daxili qaydalarına uyğun olaraq geyim tərzimizi seçib getməliyik. Bunda necə? Məncə artıq sosial şəbəkələrdə hər bir şirkətin müəyyən qədər hesabı və əməkdaşlarına aid bir profillər olsun, şəkillər, videolar olsun, artıq bu var. Buna görə də siz araşdırma eləyəndə şirkət haqqında baxa bilərsiniz, dress kodları varmı, yoxmu, əməkdaşları sərbəst geyimlənmi gəlir, yoxsa yəni belə deyim, rəsmi geyimlənmi gəlir, sərbəst geyimlə də gedə bilərsiniz. Bu yəni pis bir şey deyil. Sadəcə səliqəli şəkildə olmalıdır. Səliqəsiz şəkildə getmək, nə bilim, biraz bəzi şəxslər qeyri-etik, belə deyim, geyimlərdə də gələ bilir. Bunlar mənə görə qəbul olunmaz bir şeydir. Əgər bir şəxs işi həqiqətən istəyirsə və o iş üçün can yandırmalıdır ki, mən bu işə qəbul olum. Olanlar da var, yəni bunu eləyənlər də var. Onlara söz demirəm. Qəbul olunmama səbəbləri də artıq bəzən bizdən asılı olmayan səbəblər ola bilər. Çox təəssüf, buna həqiqətən üzülürük. Amma hər şeyə diqqətli nəzarət edib və ən əsası o vakansiyaya uyğun olaraq özümüzü təqdim etməliyik. Təqdimat bacarıqları da önəmlidir. Bəzi şəxslər var ki, CV-də yazır, hər şey okey, amma gedəndə danışa bilmir. Öz bilik və bacarıqlarını ifadə edə bilmir, çəkinir. Buna həyəcan da səbəb ola bilər. Həmin şəxsin ümumiyyətlə təqdimat bacarıqlarının zəif olması da səbəb ola bilər. Bacardığınız qədər, mümkün qədər özünüzü çox tərifləməyin də, çox pisləməyin də. Necə varsınızsa elə, o şəkildə təqdim edin. Bir də ən əsası, əgər siz müsahibəyə dəvət olunmusunuzsa və sizə deyilir ki, özünüz haqqında məlumat verin, CV-də yazdığınız hər şeyi bir-bir başlamayın. Mən filan ildə, filan yerdə doğulmuşam, filan məktəbi bitirmişəm. Bu şeyləri danışmağa ehtiyac yoxdur. Mən zaten sizi ona baxıb çağırmışam. Amma yəni gəlib onu mənə təzədən danışmağınızın heç bir mənası yoxdur. Ona görə də çalışın daha fərqli, yəni qarşınızdakı HR-a daha təsir edici bir xüsusiyyətlərinizdən danışın. Məsələn, iş təcrübənizi qeyd elədiniz, ondan sonra keçən şəxsi bacarıqlarınıza, soft skilllərinizi qeyd eləyin. Mən filan işimdə bunu eləyirdim, bu nəticəni almışam bundan. Özünüzü o iş ətrafında belə deyim, bütün potensialınızı ortaya qoyun. O özünü satmaq deyirlər, yəni səhv anlamayın, özünü həqiqətən öz potensialınızı, bilik və bacarığınızı sata bilməlisiniz. Müsahibədə bunu həqiqətən eləməyi bacarırsınızsa, sata bilirsinizsə öz bilik və bacarıqlarınızı 100% ki, o işdən müsbət cavab alırsınız. Amma yox, CV-də o qədər adam var, yalandan yazır, doldurur, filan yerdə işləmişəm, filan yerdə olub, işim, nə bilim, filan kursu almışam falan. O qədər yazırlar, amma danışanda gəlib görürsən ki, heç əlaqəsi yoxdur, nə o işdən bir, yəni məlumatı belə yoxdur da. Elə insanlar da var. Düzdür, bu böyük bir riskdir onu eləmələri, amma qeyd eləyirlər. Yəni belə şəxslər də çoxdur. Ona görə CV-nizdə yazırsınızsa, ən əsası yalan bir şey yazmayın. Yazırsınızsa da yazmamanız daha yaxşıdır, belə deyim. Amma öz yazdıqlarınızı da çox yaxşı şəkildə təqdim etməlisiniz. Təqdim etmə bacarığınız yüksək şəkildə olmalıdır ki, siz o işi alasınız. Ən əsası da can yandırmağınızdır da. Qeyd elədiyim kimi gəlib belə deyim, heç hazırlıqsız gəlib,
ciddi yanaşmadan gələndə artıq bu qarşı tərəfdə hiss olunur. Hiss olunur ki, bu adam o deyil də, yəni ciddi şəkildə hazırlaşmır. Niyə mən əziyyət çəkib ciddi şəkildə hazırlaşıb gələni qoyub belə vecsiz gələni qəbul eləyim ki? Ona görə də çalışıb maksimum şəkildə hazırlıqlı getməliyik. Qeyd elədiyim kimi, geyimi dedik, səliqəmizi bildirdik, şirkəti araşdırmadan getməməliyik. Birdən, yəni çox zaman bu sualı verirlər: niyə bizi seçdiniz? Nəyə görə bizlə işləmək istəyirsiniz? Bu sualları verirlər sizə. Siz artıq orada özünüzü göstərməlisiniz də bu şirkəti niyə istəyirsiniz? O şirkətin fərqlərini deyə bilməlisiniz. Bunun üçün də şirkəti əvvəldən getməmiş, müsahibəyə getməmiş araşdırsanız daha yaxşı olar. Hətta mən çox qarşılaşmışam ki, müsahibədə elanlardan suallar verirlər ki, elanı harda görmüsünüz? Elanda bu nə yazılmışdı? Necə yazılmışdı? O sizə nə deyilmişdi? Yəni bunlara da o diqqəti yoxlamaq üçün bəzən bu sualları da verirlər, yəni. Buna görə siz eyni zamanda vakansiya elanı ilə birlikdə şirkət haqqında da qısa məlumat oxusanız daha yaxşı olar. Şirkətin iş prosesləri ilə bağlı, ümumi qaydaları ilə bağlı, hətta təkliflər də verə bilərsiniz onlara. Düzdür, son 2-3 gündür LinkedIn-də görürəm. Bəzən şəxslər yazır ki, mən getdim şirkətə müsahibə üçün görüşməyə, yeni bir təklif verdim, özümü bu işin içində olan bir kimi göstərmək üçün. Yəni ağlımda olan ideyanı deyir və deyir ki, məni işə qəbul eləmirlər. 2-3 gün sonra görürəm ki, ideya artıq həyata keçirirlər. Yəni belə hallar da ola bilər. Yəni həyatda hər şey gözləmək lazımdır. Yəni hər kəsdən hər şey gözləmək lazımdır. Amma yenə də siz özünüz olmaqdan, yəni vaz keçməyin də, belə deyim, türklər demiş. Əgər bir ideyanız varsa, o işə həvəsiniz varsa, onu bildirin ki, mənim belə bir fikrim var sizə. Mən sizin tutaq ki, araşdırdım, gördüm ki, bununla bağlı, falan işlə bağlı sizin heç təcrübəniz yoxdur. Sizin sosial şəbəkələrinizdə bu qeyd olunmuyub və yaxud bu iş sizdə yoxdur. Bunu əlavə eləyə bilərik tiplə. Onlara təkliflər versəz, artıq həmin şəxs sizin həm düşüncənizə, həm diqqətinizə görə eyni zamanda şirkəti araşdırıb bu işin içində olan bir şəxs kimi sizi tanıyıb və işə qəbul eləyəcək. Bundan başqa, müsahibəyə neçə günə çağırırlar? O artıq şirkətdən asılı olaraq dəyişən bir şeydir. Onu mən deyə bilmərəm ki, 3 gün olur, 5 gün olur. O şirkətdən şirkətə dəyişən bir şeydir. Yəni elə adam var ki, məsələn mən vakansiyaya CV hər gəldikcə, tutaq ki, bu gün mesaj gəldi, bekar idimsə anında girib baxırdım, uyğunsa müsahibəyə dəvət edirdim. Eləsi olurdu ki, 3 gün baxa bilmirdim, 4-cü gün dəvət eləyirdim. Yəni bu artıq müəssisədən, iş prosesindən asılı olaraq dəyişən bir şeydir. Belə. Müsahibədə də o verilən suallardan ən çox belə deyim, ağlımızı qarışdıran suallardan biri də bizim şəxsi suallar verilməsidir. Məsələn, ailə həyatımızla bağlı suallar verilir çox zaman. Sizcə bu normaldır ya yox? Bir HR sizə şəxsi suallar verə bilər ya yox? Nə düşünürsüz bu barədə? Səsi açıq da deyə bilərsiniz. Sahil bəy, nəyə görə düzgün deyil sizcə? Nə düşünürsüz? Nədir sizə mənfi gələn orada? Demək olarmı? Bəli, bəli, buyurun. Məncə əslində mən bir mənfilik görmürəm bunda. Soruşulmalıdır. Çünki xüsusilə məsələn qadınlarda az yaşlı deyək ki, uşaqlar ola bilər, yaxud da ki, lap elə kişilərdə olsun, məsələn, evdə bir ola bilərmi? Yəni onun üçün məncə onun ailə şəraiti yəni nəzərə alınmalıdır. Deyək ki, bəlkə nəzərə alacaqlarsa. Məsələn, müəllimlərdə var. Əgər körpə yaşlıdırsa, onun mütləq nəzərə alınır ki, uzaq yerdən gəlirsə, o da nəzərə alınır. Yəni ona görə yaşayışı olsun, ondan sonra ailə vəziyyəti olsun, mütləq nəzərə alınmalı deyə onu soruşa bilərlər. Yəni məncə heç bir önəm pis mənada deyil bu soruşulması. Əla, təşəkkürlər fikirləriniz üçün. Bəzən deyirlər, uşaq düşünürsünüzmü və yaxud evlənmək düşünürsünüzmü, ailəlisinizmi, subaysınızmı? Bu suallar verirlər. Bəzi şəxslərdə bu qıcıq yaradır, amma bəzi şəxslərdə sizin kimi normal qarşılayır ki, məncə də normal qarşılanmalıdır. Siz də qeyd elədiyiniz kimi, məsələn, xanımlar övlada görə, məsələn, həm əlavə məzuniyyətlərinə görə, düzdür, bunu şəxsi çot vərəqəsində qeyd eləyirlər, amma yenə də qeyd etməyəndə müsahibədə də biz onu soruşmalıyıq.
belə deyim, e, tutaq ki, bir vakansiya açmışıq. Vakansiyamız təcilidir. Biz bu vakansiyanı bir həftə içərisində bağlamalıyıq. Bağlaya bilməsək, yəni əməkdaş götürə bilməsək, bütün işlərimiz qalıb artıq. Şirkətlər üstümüzə gəlir. Alınmır. İşlərimizin hər biri qalıb, hesabatlarımız gecikib tutaq ki. Biz onda elə bir şəxsi seçməliyik ki, işimizi daima apara bilən biri olsun. Tutaq ki, mən seçdim, bir nəfəri seçdim və mən ondan soruşmadım ki, siz evli düşünürsünüzmü və yaxud uşağınız varmı falan. Bu şeylər soruşmadım. 3 gün sonra gəldi ki, bəs mən ailə həyatı qururam, məzuniyyətə çıxıram və yaxud işdən çıxıram. Bu tipli şeylər olanda artıq mənim işim yenə qalır və mən yenə yeni bir əməkdaş axtarmalıyam. Yeni bir əməkdaşdan sonra onu işi öyrətmək üçün, adaptasiya etmək üçün müəyyən qədər vaxtım gedir. Təbii ki, bu sualları da verəndə müəyyən çərçivə daxilində vermək lazımdır. Birbaşa özünə qarşı sizin nə vaxt uşağınız olacaq və yaxud nə vaxt evlənirsiniz tipli suallar vermək düzgün bir şey deyil. Amma etik norma daxilində bu sualların verilməsi normaldır. Qeyd etdiyim kimi, yəni biz də özümüzü düşünürük, eyni zamanda sizə və ona görə də normaldır bu əslində. Çünki biz də işimizi bilməliyik ki, sabah başımıza nə gələ bilər, işçi bizdən çıxa bilər, çıxmaya bilər, ona görə. CV-də əslində yaş qeyd etməyin mən də tərəfdarı deyiləm. Çünki çox şirkət yaşa önəm verir. Əslində verilməməli olan bir şeydir mənə görə. Fərqi yoxdur. Cavan olsun ya orta yaş bir insan olsun və yaxud yaşlı biri olsun, işini bacarırsa niyə də götürməyəsən? Təbii ki, onda müəyyən çərçivələr daxilində olmalıdır. Amma yaş çox müəssisə yaşı qeyd edən kimi, hə, bunun lazım deyil, gəlməsin falan. Bu şeylər olur. Mən bunu normal qəbul eləmirəm. Ona görə də qeyd etməsəz daha yaxşı. Məsələn, sizin potensialınız çox yüksəkdir, amma siz tutaq ki, yaşı qeyd eləmisiniz və yaş tutaq ki, deyirəm 40 plusdur. Baxır deyir ki, hə, yox, bu insanın yaşı çoxdur, mənim komandama uyğun deyil. Amma siz onu qeyd eləməsəz, sizi müsahibəyə dəvət eləyir. Müsahibədə siz o potensialı ona göstərirsinizsə, ona maraqlı deyil. Siz 40 yaşındasınız, 20 yaşındasınız. O potensialı görür, istədiyini sizdən ala bilirsə, sizi işə qəbul eləyəcək. Yəni ilkdən o təəssüratı yaratmamaq üçün məncə qeyd etməsəz daha yaxşı olar. Standart müsahibə sualları deyəndə ən çox verilən sual 5 il sonra tutaq ki, deyirəm, özünüzü harda görürsünüz? Ən çox belə xaos yaradan suallardan biri budur. Mən normal qəbul edirəm. Çox da qəşəng sualdır. Mən bilməliyəm də. Çox adam deyir ki, mən 5 il sonramı bilmirəm, mən sabahımı bilmirəm. Bu suala necə cavab verim? Amma təsəvvür eləyin, sabahını düşünməyən bir insandır. Buna cavab verə bilmir də. Yəni düşünmür ki, mənim sabahım necə olacaq, mənim məqsədim nədir, mən özümü harda görmək üçün çalışıram, niyə belə çalışıram, bunu artıq bilməyən bir insan mən niyə işə götürüm ki? Bu insan öz həyat yolunu, bir planını qurmalıdır ki, mən bu işi istəyirəmsə, mən tutaq ki də, mən indi hal-hazırda insan resursları mütəxəssisiyəm. Mən tutaq ki, məqsədim odur ki, 6 ay sonra baş mütəxəssis olum və yaxud şöbə müdiri olum insan resurslarının. Mənim məqsədim budursa, bu yolda irəliləyirəm və bunun üçün çalışıram. Mənə artıq sual verəndə mən ona cavab verə bilmirəmsə, deməli mənim sabahım da yoxdur. Mən düşünmürəm də sabahım nə olacaq, necə olacaq. Bu müsahibəyə də elə-belə gəlmişəm. Yəni özümün belə deyim, sadəcə yoxlamaq üçün gəlmişəm ki, hə görüm olar, olmaz da ki, heç nə. Bu şeydir. Bunları nəzərə alıb bu suallara hazırlıqlı olmaq lazımdır. Özünüzü harda görürsüz sualına məncə hazırlıqlı olmaq lazımdır. Başqa daha çox əvvəlki müəssisə ilə bağlı suallar verirlər ki, əvvəlki iş yerinizdən niyə ayrıldınız? Burada çalışıb bacardığımız qədər mənfi cavablar verməməliyik. Nəyə görə? Çünki əgər biz şirkəti pisləyiriksə, bu şirkətdə pisləyə bilərik. Çox vaxt o düşüncədən yanaşırlar. Məsələn, tutaq ki də deyirsiniz ki, hə, mən müdirimlə yola getmirdim, müdirim məni incidirdi, çox iş verirdi, mənə yükləyirdi. Artıq avtomatik düşünürəm ki, hə, bu adam artıq çox iş yükü istəmir və yaxud rahat bir insan deyil iş cəhətdən və yaxud deyirsən ki, komanda yaxşı deyildi, yola gedə bilmədim. Onda daha çox sizin üzərinizə düşür ki, bəlkə bu insan komanda ilə işləməyi bacarmır. Yəni ola bilər ki, bizim komandamızla da yola getməsin. Yaş deyilməsə də bilinəcəyi düzdür, amma biri var ki, siz o potensialı
bayaq da qeyd elədiyim kimi, bu işi çox yaxşı bacarırsınız, çox yaxşı potensialınız var, enerjiniz tutacaq, nə bilim, çox yaxşısınız da bu işdə. Amma siz CV-yə baxır adam heç sizə şans vermədən geri çevirə bilər. O yaxşıdır, yoxsa gedib ən azından özünüzü göstərməyiniz, bəlkə adamın fikri dəyişəcək, yəni yaş onun üçün önəmli olmayacaq, bu vakansiyaya uyğun tələbləri də dəyişəcək. Bu cəhətdən məncə qeyd edilməsə daha yaxşı olar. Yəni mənim şəxsi fikrimdir, istəyən qeyd eləyə də bilər. Bu müsahibəyə necə üzrə çağrılara cavab verdim məncə. İnsan resurslarının seçim strategiyalarının əsas məqsədi şirkətin potensialını artırmaqdır, işçi qüvvəsini artırmaqdır. Yəni uyğun namizədi tapmaqdır. Bəzən olur, əvvəldə də qeyd etdiyim kimi, hər şirkət fərqli belə deyim, öz seçim meyarları qoyur ki, mənim şirkətimdə belə olmalıdır, bunlar olmalıdır. Ona əsasən seçilir çox vaxt namizədlər. Bəli, düz deyirsiniz Aytaç xanım. Peşəkar CV. Bəli, buyurun Nərgiz xanım. Müsahibəyə 15-də çağırırlar. Neçə günə çağırırlar? Müsahibə o şirkətdən asılı olaraq dəyişir. Eləsi var ki, 1 aya çağırır, eləsi var ki, 3 günə çağırır. Onu yəni biz bilə bilmirik də. Yəni deyə bilmirik ki, hə, dəqiq bu gün ərzində çağırırlar. Onu heç kim bilə bilmir, çox təəssüf. Dövlətdə bilmirəm necədir. Yəni dövlət qulluğu ilə işə qəbul olanlarda müəyyən səhv eləmirəmsə, müsahibə üçün və yaxud işə təyin olunmaq üçün müddət var, amma özəllərdə yox. Dediyim kimi mənim qarşıma çıxsa ki, mənə CV gəlib, mən bu dəqiqədə açıb baxıb çağıra bilirəm. Amma işim olanda, başım qarışıq olanda, tutaq ki, 1 gün sonra baxa bilirəm, 3 gün sonra baxa bilirəm. Bu artıq situasiyadan asılı olaraq dəyişən bir şeydir. Peşəkar CV necə olmalıdır? Mən düşünürəm ki, peşəkar CV səliqəli, sadə, çox rənglərə önəm verilməməlidir deyə düşünürəm. Sadə olmalıdır, göz yormamalıdır. Və eyni zamanda ən çox belə gözə çarpan bir şey iş təcrübəniz olmalıdır. Əgər iş təcrübəniz yoxdursa, işə yeni başlayırsınızsa, könüllü fəaliyyətinizi, sosial fəaliyyətlərinizi qeyd edə bilərsiniz. Sertifikat və təhsilinizin ön plana çıxmasını qeyd edə bilərsiniz. Məsələn, özünüz haqqında məlumat haqqında hissəsi vardı, düzdürmü CV-də? Çox adam onu atır, ChatGPT yazır. Normal bir şey deyil mənə görə. Zaten ChatGPT-nin yazdığı bilinir. Mən məsuliyyətli işində dəqiq bir insanam. Belə qeyd olunur. Məncə normal bir şey deyil. Ona görə özümüz yazsaq daha yaxşı olar. Çünki orada özümüzü bayaq da qeyd etdiyim kimi özümüzü satmalıyıq və ilk olaraq CV ilə bunu biz eləyirik. Göstəririk ki, mənim potensialım budur. Niyə belə deyim, hər hansı süni intellekt mənim haqqımda məlumat yazsın ki, o heç məni tanımırdı. O çox az tanıya bilər, amma tanımır da. Yəni mən özümü məndən yaxşı kim tanıyacaq? Mən orada qeyd eləməliyəm. İşimdə nədir, nəyi sevirəm, nəyi sevmirəm, potensialım nədir? Potensialımı üzə çıxarmaq üçün, göstərmək üçün bunu qeyd eləməliyəm. Qeyd elədiyim kimi, ChatGPT ilə yazılanlar hər biri artıq hər HR bunu tuta bilir, hər kəs tuta bilir artıq. Yəni bilinir də şeydən yazıldığı, ChatGPT-dən yazıldığı. Biri var məsuliyyətini hiss eləyib özün yazasan onu, biri də var atasan ChatGPT-yə. Mənə görə o artıq bilinir deyə çalışıb özünüz məsuliyyətinizə əsasən özünüz yazsaz daha yaxşı olar. Oxuduğunuz Sual bütün... ediyorlar. Xanım. Bəli, buyurun. İnsan resurslarında seçim strategiyalarının əsas məqsədi nədir? Mən buna bayaq cavab vermişdim, yenə də cavab verim. Əsas şirkətin potensialına uyğun olan bir əməkdaş seçməkdir. Məsələn, mən niyə 3 gün məndən işləyib sonra çıxacaq deyə bir namizəd seçim ki, və yaxud mən o namizədə heç nə qata bilməyəcəmsə, onu niyə işə götürüm? O insanın potensialı mənim şirkətimə uyğun olmalıdır ki, mən onu seçim. Eyni zamanda mən də ona uyğun olmalıyam. Elə namizəd var ki, potensialı çox-çox yaxşıdır. İş təcrübəsi olsun, təhsili olsun, mənim şirkətimdən qat-qat yüksəkdir. Mən onu götürsəm işə, mən ona heç nə verə bilməyəcəm. Amma eləsi də var ki, artıq uyğundursa, bərabərdirsə mənlə, mən onu işə qəbul eləyirəm və ikimiz birlikdə inkişaf eləyirik. Mən ona da nəsə qata biləcəyimi bilirəm, onun üçün də faydalı olacağam. Yəni tək o demək deyil də, işçi mənim üçün işləsin, mən maaş verim ona. Yox, mən də ona nələrsə qatmalıyam, nələrsə öyrətməliyəm. Amma bunu potensial çox yaxşıdır. Bilirəm ki, mən ona nəsə eləyə bilməyəcəm. Artıq onu götürmürəm işə. Yəni mənim seçim strategiyam, şirkətin ümumi seçim strategiyası bundan ibarətdir ki, uyğun namizədi, uyğun vaxtda, uyğun vəzifə üçün dəyərləndirə bilsin. Belə. Sonra suallara baxaq. Müsahibədə oxuduğumuz bütün sahələri bildirməliyik, yoxsa qısa?
Qısa şəkildə bütün sahələri bildirsəz daha yaxşı. O əslində vaxta görə də dəyişir. Məsələn, özünüz haqqında deyir məlumat verin. Məktəbi falan boş verin. Bu təhsil tutaq ki, universiteti bitirmişəm. Bu sahəni seçməkdə məqsədim bu idi. Niyə davam etdim, niyə etmədim? Daha sonra işinizlə bağlı danışırsınız ki, hə falan yerdə işləmişəm. İşimdə gördüyüm işlər bunlar idi, bu proseslər idi. Çıxma səbəbim isə bu oldu. Belə bildirə bilərsiniz, yəni. Əlavə iş yerinizlə saxlasınlar. Eynən. O da hər vaxt saxlamırlar, bəzən saxlayırlar. Məsələn, referans istəyənlər olur ki, mənə əvvəlki iş yerindən referans gətir və yaxud xasiyyətnamələr yazılır da. Xasiyyətnamələrdə onu da daha çox dövlət müəssisələri eləyir. Məsələn, deyir, get mənim üçün xasiyyətnamə gətir. Bəzən elə şəxs olur ki, yalandan deyir ki, mənim xasiyyətnaməm yoxdur, verməyiblər falan. Onda əlaqə saxlayıb həmin işçi haqqında məlumat ala bilirlər. Amma öz əllərdə mən buna çox rastlaşmamışam. Daha çox referans istəyirlər ki, hə mənə əvvəlki işlədiyin yerdən referans gətir. Verənlər də var, verməyənlər də var, amma belə deyim, siz demiş, bacardığımız qədər əlaqəmizi yaxşı saxlamalıyıq, mənfi xüsusiyyətlərlə, mənfi belə deyim, münasibətlə ayrılmasaq daha yaxşı olar. Nəticədə iş yeridir. Ən əsas da işdə dostluq olmaz. Yəni bunu unutmayaq. Mən belə düşünürəm. İşdir, dostluq başqa. İş yoldaşlarınızdan sizə dost olmaz. Müəyyən mühitdə artıq siz birlikdə işləyirsiniz, birlikdə vaxt keçirirsiniz. Düzdür, bəzən həqiqətən yaxşı dostluqlar da çıxa bilər onlardan, amma hər kəsə də aid etmək olmur. Yəni o iş prosesini, o belə deyim, sərhədi keçməmək lazımdır deyə düşünürəm mən. İndi insanlar belə deyim, öz biliklərini öyrətməyə çəkinirlər və yaxud paxıllıq hissi ola bilər şirkət daxilində. Tutaq ki, mən bir nəfərə tutaq ki, belə deyim, vəzifə yüksəlişi verdim, vəzifəsini qaldırdım. Digər əməkdaş düşünəcək ki, mən niyə bunu məndə niyə olmadı, niyə məni qəbul eləmədilər və yaxud bu tipli də ola bilər, o paxıllıq hissi ola bilər, sizin arasının dəyməsi ola bilər. Ona görə çalışın hər kəslə xoş, mehriban davranın, hər kəsi çox da yaxına buraxmayın, içinizə almayın, belə deyim. Çox yaxınlıq göstərməyin, amma müəyyən sərhədlər daxilində hər kəsin aranızı yaxşı saxlasaz daha yaxşı olar. Yəni pis qalmayaq da yaddaşlarda. Mən buna önəm verirəm. Zahiri görünüş bəzi vakansiyalar üçün önəm daşıyır. Məsələn, satıcıdır, tutaq ki, bu tipli işlərdə önəm daşıyır ki, xoş olmalıdır, güləriz olmalıdır. Bəzən buna önəm verirlər, amma bir çox yerlərdə bu önəm kəsb eləmir. Əsas kriteriyanımız belə deyim, şəxsin təcrübəsidir, işidir, soft skillləridir, daha çox bu olmalıdır ki, bir çox yerdə belədir. Amma dediyim kimi bəzi vakansiyalar var ki, onda artıq təəssüflü görüntü önəmli ola bilir. Seçim strategiyasının müəssisənin ümumi strateji məqsədlərinə uyğun olması niyə vacibdir? Uyğun namizədi seçmək üçün vacibdir. Mən bayaq da qeyd elədim. Niyə uyğun olmayan bir namizədi seçib həm onun, həm də öz vaxtımı alım ki? İş təcrübəsi olaraq sadəcə könüllülər olduqda. Əslində götürənlər də var, hə. Bəzən belə deyim, tutaq ki, hal-hazırda könüllü təşkilatları var da bir çox müəssisələrin daxilində. Onlar bizim sahəmizə uyğun ola bilər. Məsələn, seçə bilir ki, insan resursları sahəsində könüllülük var. Tutaq ki, sosial işlə bağlı könüllülük. Bunları seçəndə artıq az-çox həmin sahə ilə bağlı müəyyən qədər bilik əldə etmiş oluruq deyə. Yəni götürə bilərlər. Elə şirkət var ki, bayaq da qeyd elədiyim kimi önəm verir namizədin soft skilllərinə, ona şans vermək istəyir və götürə bilir. Yəni əgər iş təcrübəniz yoxdursa, mütləq sosial fəaliyyətlərinizi orada qeyd eləyin, iş yeri başlığı ilə qeyd eləyin. Alanlar var, xeyr. Həqiqətən də könüllüyü önəmli eləyənlər, yəni diqqətə alanlar var. Nəyə görə? Baxın, biri var, universitet tələbəsidir, bitirib universiteti daha doğrusu, gəlir, əlində sadəcə diplomu var. CV-sində sadəcə diplom qeyd eləyir. Heç bir təcrübəsi yox, könüllüyü yox. Bu adam 4 il ancaq universitetə gedib qayıdıb, heç nə eləməyib. Biri də var, gəlir, həm universitet oxuyub, bitirib, eyni zamanda bir çox könüllü təşkilatlarında olub, təcrübə proqramlarında olub və onu baxıram ki, bu adam daha məsuliyyətlidir, daha öz üzərində inkişaf etmək istəyir, öz üzərində işləyir. Niyə də o olmasın? Yəni digərlərindən sizə həqiqətən də fərqləndirir. Mən bunu tövsiyə edirəm. Eyni zamanda təcrübə proqramlarında ödənişsiz belə olsa, tələbəlik müddətində, burada tələbələr var da, tələbəlik müddətində mütləq ki, onlardan istifadə eləyin. Boş-boşuna keçirməyin 4 ili.
bunu görmüş və yaşamış biri olaraq sizə tövsiyə eləyirəm ki, mütləq. Yəni təcrübə proqramı olsa sizin gələcəyiniz üçün çox faydalıdır. Hal-hazırda bu dəqiqə olmasa belə, yəni düşünün ki, bir müddət sonra o sizə faydalı olacaq. Həm ətrafınız artır. Həqiqətən də ətraf çox önəmlidir. Əlaqə qurduğunuz şəxslər önəmlidir. Məsələn, mən nə edirdim? Tutaq ki, mən dosta könüllü olmuşdum. Dostdan işə qəbul olanda artıq mən işə qəbul üzrə mütəxəssis vəzifəsində çalışanda ağlıma gəlirdi ki, məndə vakansiya olanda birinci düşünürdüm ki, hə, dostda bir nəfər var idi, bu işi çox yaxşı bacarır. Baxım da bir dənə işi yoxdursa mən onu bura çağırım da, niyə də olmasın? Niyə ətraf önəmlidir? Bir insanın yaddaşında yaxşı qalırsınızsa və belə deyim, sosial fəaliyyətlər zamanı tanış olursunuzsa, o mütləq ki sizi dəyərləndirəcək və yaxud siz də həmin şəxsi dəyərləndirə bilərsiniz. Eyni zamanda onlardan çox fayda əldə edə bilərsiniz. Həm dərs cəhətdən olsun, nə bilim, iş cəhətdən olsun, sizə faydası çox-çox olacaqdır. Çalışın mütləq ki ətrafınızda o uyğun, yəni insanlar olsun. Ən əsası analitik düşüncədir, mən düşünürəm. Konfliktlərin idarə edilməsidir. Bu problemdən çıxış, yəni hər adam bacarmır o problemdən çıxışı da. Yəni belə deyim, tutaq ki, ən əsası da HR-lıqda bu önəmlidir. Şirkətlərdə əməkdaşlar arasında mübahisələr olur da, anlaşılmazlıq olur. Yəni bunu düzəltmək HR-ın üzərinə düşür. O idarə etməyi bacarmalıdır, insanları idarə etməyi bacarmalıdır. Mənə görə ən əsas vacib bacarıqlardan biri bunlar olmalıdır. Analitik düşüncədir, problem həll etmədir. O çıxış yolunu tapmalısınızsa, məsələn, tutaq ki, fərqi yoxdur, HR-lıq olmasın, bir IT sektoru olsun. İşdə bir problem var, siz artıq onu saatlarla baş sındırmayasınız da. Mən bunu necə düzəldə bilərəm, gedib başqa birindən soruşum, ondan soruşum. Çalışıb öz üzərinizdə işləyib özünüz onun həll yolunu tapmalısınız. Məsələn, bir probleminiz var, nə isə axtarırsınızsa, ilk öncə özünüz axtarın. İnternet həqiqətən də çox faydalıdır. YouTube olsun, adi LinkedIn platformasının özü olsun. Nəsə ehtiyac varsa yazırsınız, axtarışa ən qədər məlumat çıxır. Biraz axtaranda artıq davamlı şəkildə gəlir. Ondan sonra nəsə tapa bilməsəz, ondan sonra başqalarına müraciət eləyin. Amma belə birbaşa ayda mən bunu bilmədim, gedim kimdənsə soruşum, yox. Siz onu öyrənə bilməyəcəksiniz. Birinci öz üzərinizdə, özünüz araşdırma eləyin, öyrənin, daha sonra əgər tapa bilməsəz, ən son belə deyim, anda başqalarından kömək ala bilərsiniz. Çox sağ olun Sahil bəy, təşəkkür eləyirəm. İnsan resurslarına hansı kitabı tövsiyə eləyə bilərdim? İnsan resursları, insan tanıma sənəti kitabı var, məsələn, onu tövsiyə eləyərəm. Sonra şirkət qurucu, idarə etməklə bağlı kitabları oxuya bilərsiniz daha çox. Şirkət adını unutdum. İdarə etməklə bağlıdır. Mən sizə Instagram hesabımı verərəm, orada var. Instagram hesabımdan da götürə bilərsiniz. Yəni daha çox belə deyim, insan resurslarının yönələcəyiniz qolundan da çox şey asılıdır. İşə qəbul tərəfinə yönəlirsinizsə, sırf insanı tanımaqla bağlı kitablar oxusaz daha yaxşı olar. Hətta kitab var, bu aralarda çox qarşıma çıxır və oxumaq istədiyim kitablardandır. 60 saniyədə insan tanıma sənətidir, səhv eləmirəmsə kitabın adı. Maraqlı bir kitaba oxşuyur. Yəni qeydlərimdə var, sizə də tövsiyə eləyərəm oxumasam da. Bir də karyera ilə bağlı kitablar var. Məsələn, Toğrul Ələkbərin kitabları çox faydalı idi. A-dan Z-yə karyera idi, səhv eləmirəmsə. Daha sonra bir də əgər siz insan resursları sırf əməliyyat qolu ilə maraqlanırsınızsa, onda Əmək Məcəlləsi bizim ilk kitabımızdır. Bir də əlavə kitablar var, əması öyrənməklə bağlı, kargüzarlıqla bağlı kitablar var ki, onları oxusanız daha faydalı olar. Qeyd elədiyim kimi bu sizin yönəlməyinizdən asılıdır. O artıq şirkətlərdən asılıdır, Lalə xanım. Biz ona təəssüf ki, bir şey eləyə bilmirik. Eyni zamanda maddiyyat cəhətdən də önəmlidir. Əslində son zamanlarda belə deyirlər ki, bu Qarabağın alınması məsələsindən sonra Qarabağda daha çox iş var. Nə dərəcədə düzgündür bilmirəm, amma ümid eləyirəm ki, elədir. Dediyim kitabların PDF-i yox. Mən kitabların özünü oxumuşdum. Amma yenə də sizin üçün axtarış eləyə bilərəm. Telegram kanallarından siz də axtarış eləyə bilərsiniz. Siz Sahil bəy hansı sahə üzrə yönəlmək istəyirsiniz? Onu bildirsəz, mən ona uyğun sizə cavab verə bilərəm.
Xədicə xanım, Instagramı siz qeyd eləyirsiniz, ya mən qeyd eləyim və yaxud qrupda qeyd eləyəcəksiniz? Bədən dili kitabı Qrupda da çox yaxşıdır. Bəli, mən də oxumuşdum onu, unutdum sizə deməyi. Bəli, Xədicə xanım. Ha, İnsan resursları üzrə davam eləyirsinizsə, hüquq kitablarından dediyim kimi əmək məcəlləsinə oxşar faydalıdır. Sonra İnzibati Xətalar Məcəlləsinin insan resurslarına düşən hissələri var, cərimələrlə bağlı. Onlara oxşar sizə faydalı olar. Amma əgər sahəyə yeni başlayırsınızsa, tövsiyə eləyirəm ki, əmək məcəlləsini oxuyun və təcrübə proqramlarına qatılın. Bu kurs da ola bilər və yaxud təcrübə proqramı da olar. Təcrübə proqramını daha çox tövsiyə eləyirəm konsaltinq şirkətlərində. Onlarla başlasaz artıq bütün prosesi öyrənmiş olacaqsınız. Daha sonra işə də daha rahat başlaya biləcəksiniz. Eyni zamanda əmək məcəlləsinin əsas yanı odur. Onu bildikdən sonra digər şəxsi inkişaf kitabları ilə də davam edə bilərsiniz. Nərgiz xanım, mənim Instagramımı Xədicə xanım qeyd eləyəcək. Onda oradan əlaqə saxlaya bilərsiniz. Kitablara mən baxaram Sahil bəy. Siz mənim Instagram hesabıma yazarsınız, zəhmət olmasa. Olsa mən sizə yönləndirərəm kitabları. Ümumiyyətlə kimsə hər hansı bir kitab tövsiyəsi olsun, tək insan resurslarla bağlı yox, ümumi kitab tövsiyələri olsun və yaxud insan resurslarında hər hansısa bir məsələ ilə bağlı kömək lazım olsa, mənim Instagram hesabıma yaza bilər. Kömək eləməyə hazıram, yəni hər zaman. Əlavə suallarınız da olsa qeyd eləyərsiniz. Çalışın heç zaman ruhdan düşməyin. Həqiqətən iş axtarma prosesi düzdür, biraz çətin prosesdir, insanın stresli dövrüdür. Amma inanın ki, əgər siz öz üzərinizdə çalışırsınızsa, potensialınız varsa, həqiqətən də axırda, yəni o arzularınıza, məqsədinizə həqiqətən də çatırsınız. Şirkətlərdən də çox şey asılıdır, düzdür, amma ən əsas bizim özümüzə olan inamımız, motivasiyamızdır ki, ruhdan düşməyək. Bayaq da xanımlar qeyd eləmiş, səhv eləmirəmsə, heç kimə qulaq asmayın. Həqiqətən öz yolunuzu seçin və öz üzərinizdə işləyib o yolda davam eləyin. Ailəm mən bu sahədə olmağımı istəmir, ailəm onu istəyir və yaxud filan kəs dedi sən bu sahəyə daha uyğunsan. Onlar yəni mənə görə boş bir şeylərdir. Çünki məsələn mən ailəmin istəyi ilə filologiya fakültəsini seçdim. Düzdür, istədiyim sahə oldu, sevdiyim bir sahə oldu, amma indiki düşüncəmlə heç o sahəni seçməzdim. Çünki öz potensialıma və bilik və bacarığıma, idarə etmə qabiliyyətimə görə daha çox idarə etmə ixtisaslarına meylli olduğumu öyrəndim həmin oxuyan zamanlarda. Düzdür, yenə də ədəbiyyatı sevirəm, filologiya sevimli ixtisaslarımdan biridir, amma yenə də özümü o sahədə görmürəm. Eyni zamanda iş cəhətdən də o sahədə görmədiyim üçün dəyişdim sahəmi və bundan da peşman deyiləm. Yəni heç nə üçün gec deyil, hər şey sizin əlinizdədir. Çox zaman mən bunu görürəm ki, tələbələr deyir, mən qəbul oldum, amma həm bal cəhətdən tutaq ki, və yaxud valideyn istəyi ilə qəbul oldum və heç xoşbəxt deyiləm ixtisasımdan, gecikdim, iş tapa bilməyəcəm. Nə olsa da, yəni gec deyil. Öz üzərinizdə çalışsaz, hər şeyi əldə edə bilərsiniz. Yəni tək diplomla həll olan bir şey deyil. Əsas düşüncədir, bacarıqdır, bilikdir. Biliyiniz varsa, müəyyən yerlərdə həqiqətən də bu üzə çıxacaq. Buyurun, xoş oldu mənim üçün də sizlə təlim keçmək. Marketinq ixtisasında oxuyan tələbələr hansı iş təcrübələrindən yararlana bilər? Təcrübə proqramları ola bilər, ən çox SMM, qrafik dizayner və yaxud marketinq targetoloqla bağlı ola bilər, ümumi marketinqlə bağlı da ola bilər. Tutaq ki, rəqəmsal marketinqlə bağlı sizin yönəlmək istədiyiniz sahəyə uyğun olaraq, amma çalışıb təcrübə proqramlarına qoşulun və yaxud könüllü fəaliyyəti var bir çox yerlərdə mən görmüşəm. Özüm də təlim keçdiyim yerlərdə olub da könüllü ictimai birliklərində çox var marketinqdə oxuyan tələbələr, yəni onlar üçün könüllü fəaliyyəti çox yaradırlar. Mən hal-hazırda insan resursları MBA, insan resurslarının idarə edilməsi ixtisasını bitirdim bu il. Gülnarə xanım, niyə də olmasın? Yəni riyaziyyat müəllimi olaraq çalışmısınız indiyənə qədər, yəni müəyyən qədər bilik və potensialınız var. Niyə də olmasın? Əgər istəyirsinizsə təbii ki, kurslarla, təlimlərlə başlaya bilərsiniz. Məncə gec deyil heç nə üçün.
Bəli. Əgər siz işə qəbul sahəsindəsinizsə, sizin danışığınız da səlis, aydın olmalıdır. Qarşınızdakına nə isə çatdırmaq üçün. Eyni zamanda müəssisə daxilində əməkdaşlarla əlaqəniz üçün nitq bacarığınız həqiqətən də yaxşı olmalıdır. Poliqrafiya ilə bağlı düzünü desəm heç qarşıma çıxmayıb. Amma nəşriyyatlarda könüllü ola bilərsiniz və yaxud nəşriyyatlarda işləyə bilərsiniz deyə düşünürəm. Düzdür, bilmirəm onlar könüllü kimi qəbul eləyir ya yox, amma bununla bağlı maraqlana bilərsiniz. Çalışırsınızsa, yəni ixtisasınızdan razı deyilsinizsə və yaxud əlavə bir iş istəyirsinizsə, niyə də olmasın? Sırf ibtidai sinif müəllimi olmaq istəyirsinizsə, yəni uşaqlarla daha çox da, yəni sizin işiniz psixologiya öyrənə bilərsiniz. Daha çox bu sahəyə yönələ bilərsiniz. Amma başqa bir sahə istəyirsinizsə, o artıq sizin potensialınızdan asılıdır. Mən sizə nə qədər deyim ki, gedin mühasib olun, marketoloq olun. Siz onu istəmirsinizsə, yəni boşdur mənim deməyim və yaxud çox adam əmək haqqı cəhətdən. İndi kimə baxırsınız, insan resursları ilə bağlı təlimə gedir, kursa gedir, iş istəyir. Həm də çox zamanda əmək haqqı ilə bağlı istəyirlər ki, insan resurslarının əmək haqqısı çox yüksəkdir, amma əsas o içimizdəki istək də yüksək olmalıdır ki, bir şeyi daha çox istəyiriksə, o sahədə özümüzü görürüksə, ondan davam etməliyik. Əmək haqqı bir yerə qədər önəmlidir. Bir yerdən sonra artıq xoşbəxt olmadığımız bir işdə işləmək də bizə faydalı deyil. Artıq sıxılacağıq bir müddət sonra. IT-dirsə mən kurslara getməyinizi tövsiyə eləyirəm. Düzdür, özünüzdə çalışa bilərsiniz, öz üzərinizdə, amma müəyyən qədər sizə ilk o istiqaməti mən düşünürəm ki, kurslar verə bilər. Öz istədiyiniz sahəni seçin, hansı proqramlaşdırma dili üzrə mütəxəssis olmaq istəyirsiniz, front-end istəyirsiniz və yaxud back-end istəyirsiniz və yaxud data analitik olmaq istəyirsiniz. Bunu müəyyənləşdirəndən sonra ilk istiqamət üçün kurslara müraciət etsəz məncə daha yaxşı olar. Bildiyim qədər IT-nin qiymətləri də biraz yüksəkdir, amma olsun. Daha faydalarını tapa bilərsiniz deyə düşünürəm. İlk istiqamət üçün elə gedib, daha sonra öz üzərinizdə çalışsaz daha yaxşı olar. Məncə MİQ daha yaxşıdır. Həm əmək haqqı cəhətdən, iş cəhətdən. MİQ daha yaxşıdır, amma MİQ-lə birlikdə əlavə kurslarda da işləyə bilərsiniz. Yəni ikisini də eləyə bilərsiniz. Yəni IT-ni sevirsinizsə, məncə IT daha faydalı olar deyə düşünürəm. IT oxuyursunuzsa dil biliyiniz, ingilis diliniz də yaxşı olmalıdır. Bunu da nəzərə alın. Amma nəşriyyat işidir də sizdə. Sırf o üzrə də yönələ bilərsiniz. Fərqli bir sahədə IT-də seçə bilərsiniz. Niyə də olmasın? Sadəcə həm öz büdcənizə, həm gələcəkdəki iş potensialınıza uyğun olaraq seçə bilərsiniz. Və yaxud hər hansı bir IT mütəxəssis tapın, onunla maraqlanın. O IT mütəxəssis sizə kömək eləsin faydalarla bağlı, mənfi müsbətlərlə bağlı bu ixtisasın. Eyni zamanda nəşriyyatda çalışan biri ilə də danışın. Hardan başlayıb, necə başlayıb, hansı faydaları var bu ixtisasın. Onlarla bağlı sizə məlumat versə, yəni sizə uyğunu seçə bilərsiniz. Dediyim kimi kursla başlasaz daha yaxşı olar. Sizə müəyyən qədər yol göstərməsi üçün. Eyni zamanda özünüz. Ən yaxşısı özünüzdür də. Özünüz öz yolunuzu seçmisiniz. Məsələn, deyirsiniz back-end birinci, back-endlə bağlı araşdırmalar eləməyə başlayın, ChatGPT-dən istifadə eləyin. CV-də yox, amma iş cəhətdən ChatGPT-dən mütləq istifadə eləyin. ChatGPT sizə ən yaxşı yolu göstərəcək deyə düşünürəm. Və o sahədə çalışan şəxslərdən kömək alsaz daha yaxşı olar. Məsələn, mən indi bilmirəm də back-endlə necə başlamaq olar. Ona görə siz həmin sahənin mütəxəssisindən məsləhət alsaz daha yaxşı olar deyə düşünürəm. Baxın, Xədicə xanım, səhv eləmirəmsə, aprel-may aylarında olur. Kurslara qəbul imtahanı olur. Kurslara qəbul imtahanında iştirak eləyib, yüksək bal yığanda artıq sizi çağırırlar iş üçün. Məncə onu yoxlaya bilərsiniz və yaxud özünüz Instagram üzərindən, sosial şəbəkələr üzərindən müəyyən qədər kütlə yığa bilərsiniz.
Amma çalışın tələbəlik illərinizi işlə yox. Düzdür, lazımdır, başa düşürəm hər birimizdə. Amma yenə də ilk olaraq özümüzə bacardığımız qədər öz təhsilimizə, karyeramıza önəm vermək üçün bu 4 ili işləyərək keçirməməyi tövsiyə eləyirəm. Təqaüdlə bağlı, o kurslarla bağlı təəssüf ki, məlumatım yoxdur. Sizə o barədə köməklik eləyə bilməyəcəm, çox təəssüf. Çox xoş oldu mənim üçün də sizlərlə, belə potensiallı öyrənmək istəyən gənclərlə, müəllimələrlə birlikdə təlim keçmək həqiqətən çox xoş oldu mənim üçün. Ümid eləyirəm sizə az da olsa faydam dəydi. Nə sualınız da olsa mənə yaza bilərsiniz. Hər zaman, yəni hər bir şəkildə bacardığım qədər kömək etməyə hazıram. Tək ki hər kəs belə deyim, xoşbəxt olsun, öz işlədiyi işdə olsun, bir faydam dəysin insanlara. Ona görə hər zaman yəni yaza bilərsiniz, köməklik göstərərəm sizə. Hər birinizə uğurlar, iş həyatınızda, təhsil həyatınızda. İnşallah hər zaman istədiyiniz yerdə olarsınız. Gülnaz xanım, zəhmət olmasa təşəkkürnamə üçün açar söz qeyd eləyin. Açar söz qeyd eləyək. Ümid olsun. Ümidliyik gələcəyin yaxşı olacağına. Aha, açar sözümüz ümiddir. Təlimimiz artıq bitir. İştirakınız üçün hər birinizə təşəkkür edirik. Ümidvarıq sizə faydalı təlim oldu. Gülnaz xanım, sizə də təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiyiniz Çox üçün sağ var olun. olun. Siz sağ olun Xədicə xanım dəvətiniz üçün. Mənim üçün həqiqətən çox xoş oldu. Təşəkkür eləyirəm sizə. Çox sağ olun. Hər kəsə uğurlar arzulayırıq. Sağ olun. Sağ olun.